Salam millət. Mən hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərinin Qırmızı Ploşad, yəni Qırmızı Meydandayam, mərkəzindəyəm. Hal-hazırda da durduğum yer Leninin, SSR dövlətinin banisi rəhbəri Leninin məqbərəsinin qarşısındayım. Bildiyiniz kimi Sovet hökumət dövründə Azərbaycan da onun tərkibində olub. Mən özüm 1987-ci ildə dünyaya gəlmişəm. Yəni SSR dövlətinin, belə deyək, vətəndaşı olmuşam. Doğum tarixim üstündə yazılmışdı SSR. Azərbaycan SSR. 4 il 5 il müddətində, yəni mənim yadımdadır ki, 4-5 yaşımda çox şey xatırlayırdım və atam, anam müəllim olduğuna görə bizi Cəlilabad rayon Pirvon kəndində müəllimlər evinə yerləşdirilmişdi. Biz orada evimizdə istilik sistemi var idi, qaz var idi, hər şərait qurulmuşdu. Atam da müəllim idi, anam da müəllim idi. Mən buradan bir siniyə çəkirəm. 4 ya 5 il mən SSR-in vətəndaşı olmuşam. Mən indi də Azərbaycan dövlətinin vətəndaşıyam və onunla da qürur duyuram. Baxmayaraq ki, İlham Əliyev onun rəhbəridir. İlham Əliyev, sunkaya bax. Gör neçə illərdir Azərbaycan kişiləri bu sunka çiynində ölkəsindən didərcin düşüb çöllərə. Bu Rusiyan hesabına burada işləyirik. Bu yaxınlarda da o Telman Qasımov bizi təhqir elədi. Bütün Azərbaycan 2-3 nəfər kimsə onu nəsə yazıb, bütün Rusiyada yaşayanları təhqir elədi. Bax bu sunka ilə İlham Əliyev. Çiynimdə 39 yaşım var. Hal-hazırda da Azərbaycana getməmişdim. Səfirliyə getdim. Mənə səfirlikdə də pasportumu da verdilər. Bilmirəm tanıdılar, yəni tanımadılar. Məndən də çox sağlam şəkildə danışdılar. Sənədlərimi qəbul edirlər və mənə yeni Azərbaycan pasportumu verirlər. Təşəkkür edirəm. Amma biz öz vətənimizdə olmalıyıq, İlham Əliyev. Hər şeydən mərhum olan xalqıyıq biz. Ölkəmizdə hər şeydən mərhumuq. Bir dənə kişi çıxsın mənə desin ki, mən bu illəri gedirəm istirahətə. Bax, Cəlilabaddan, Masallıdan, Cənubdan, mən Cənubluyam. Çıxsın desin ki, gedirəm istirahətə. Bu gündən səhərci günü qarnını düşünürük. Qarnı ki, kiməsə möhtac olmayaq. Amma bu Leninin dövründə biz aclıq çəkməmişik. Bax, bu Leninin dövründə biz aclıq çəkməmişik, İlham Əliyev. Amma mən sənin dədənin dövründə də, Heydərin dövründə də, İlhamın da dövründə, İlham sənin dövründə də mənim qarnı az yatmışam mən. Mən qarnı az yatmışam, mənim balalarım da qarnı az yatıb. Mən neçə illərdir Rusiyadayım, buradan evə getmirəm ki, yenə bir günün sabah işləyim, qazanım, göndərim ki, balalarım qarnı az yatmasınlar. Ata hissi, ata tərbiyəsini görə bilmirlər. WhatsApp-la mən övladımı tərbiyə eləyirəm, İlham Əliyev. Hamısı da sənin kimi, sənin atonun, bir də sənin günahında hamısı. Bildiniz? Somsa deyim, gəlim, bir təşəkkür edirəm də Lelinə ki, 4 il vətəndaşın olmuşam. Çətinlik çəkmədi mənim valideynlərim. Mənim valideynlərim bunun dövründə çətinlik çəkməmişdi. Kim necə qəbul edəcək eləsin, mənim heç vecimə də deyil. Amma İlham Əliyev, nəticə budur ki, sunka ilə gəzirəm. Bax, mənim kimi kişilər küçələrdədir. Bax, sunka çiynində bu şəhərdən o şəhərə. Amma Telman Qasımov kimdir padla çıxıb Azərbaycanlıları, Rusiyada yaşayan Azərbaycanlıları təhqir eləyir. Kimdir o? Hə? Amon tapdadır, bu flapdadır. Qanunsuz yaşayanda, sənədsiz yaşayanda, nə bilim, qanuna tabi olmayan vətəndaş istəyən dünyanın harasında olsun. Təbii ki, o cəzalanacaq da. Kim bizə neynir? Baba, gəzirəm də centerdəyəm. Hə? Polisi də, Azərbaycan polisindən də mehribandır bunların polisi. Bəlkə elə deyil. Düzdür, hamısını demirəm. Amma fakt elədir də, qabağıma çıxanları elədir də. Yaxınlaşdan qanunla danışırlar. Adamla mədəni formada.
Yol bilməyənə yol göstərirlər. Belə olmaq lazımdır. Niyə olmursunuz ki? Ancaq tapdıyın, döyün, əzdəliyin. İnsanlarımız əzdəliyin, vətəndaşı əzdəliyin. Mən təbii ki, həmişə deyirəm, şübhə edirəm. O geyimi geyinən libasın altındakı Azərbaycanlı ola bilməz. Mən onu həmişə deyirəm. Onlar ola bilməz. Bu mitinqlərdə də görmüşük ki, onlar başqa dillərdə danışırlar. Onlar Azərbaycanlı ola bilməz. Onlar Azərbaycanlı ola bilməz. Adam öz millətini o günə sala bilməz. Nə olsun sən polissən? Görürük də, YouTube'lar doludur. Onu təhqir eləyir, bunu təhqir eləyir, ona xod gedir. Varavskoy yaşayırsınız siz, siz rütbəsiz, dövlətsiniz siz. Bespridel elə bil, pristupni mirdilər. Xox gəlir, buna xox gəlir. Ən azından bir vətəndaş, 4 ilin vətəndaşı olaraq borcumu yerinə etdim. Gəldim, təşəkkür edirəm ki, mənim 4 il vətəndaş olduğum dövrdə mənim valideynlərim gireyli eləmədi. Mənə əziyyət vermədi. SSR dövründə mənə əziyyət vermədi. Amma Heydər sənin dövründə, İlham sənin dövründə mənim valideynlərim də əziyyət çəkir. Bu gündə də mən əziyyət çəkirəm. Və mənim balalarım da əziyyət çəkir. Bildiyin İlham Əliyev. Uşaq pulunu niyə vermirsən ki? Ver də uşaq pulunu. Ver də işdən, gücdən təmin elə də. Mənim ağzımı susturmaq üçün qapıma getməyi. Mənim qapıma valideynlərimi, uşaqlarımı, nəm aləmi xox gəlmir. Geyim, xod gəlmir mənim üstümə. Başa düşdünüz? Hamımız elə bir ki, pristupni mirsiniz.